Bank olmayan kredit təşkilatı Monetri növbəti filialını Şamaxıda açıb. Monetri bank olmayan kredit təşkilatı 8-ci filialını Şamaxıda istifadəyə verdi. Bu gündən etibarən Şamaxı və ətraf rayonlarının sakinlərinə xidmət göstərəcək təşkilat demək olar ki, ən aşağı faizlə dəyərli şamaxılarımıza xidmət edəcək. Xidmət şəbəkəsini genişləndirməkdə davam edən təşkilat bizimlə asandır sloqanı ilə 8-ci filialını Şamaxıda müştərilərinin istifadəsinə verib. Hörmətli şamaxılılarımıza bildirmək istəyirəm ki, Monetri Bankın Şamaxı ofisi bu günləri açılışını etdi. Bütün şamaxılılara və ətraf rayonun əhalisinə səslənərək deyirəm ki, ən aşağı faizlə xidmət göstərməyi özümüzə borc bilirik. Xidmətimizdən yararlanmaq sizin üçün faydalı olacaq. Monetri Bank MMC 2021-ci ildə təsis edilib. Onun nizamnamə kapitalının miqdarı 10 milyon AZN, kredit portfeli isə 25 milyondan çox təşkil edir. Faizlərimiz əlbəttə ki, bank olmayan kredit təşkilatlarına nisbətdə əlbəttə ki, çox olaraq rəqabətlidir. Biz artıq bank olmayan kredit təşkilatları ilə deyil, həm də banklarla rəqabət apara bilirik əlbəttə. İnanıram ki, Şamaxı filialında həm fermerlərə, həm biznes sahiblərinə, həm şirkətlərdə çalışanlara layiqincə xidmət göstərə biləcək. Hazırda burada biznes, agro, istehlak, lombard və leasing kreditləri verilir. Monetri bizimlə asandır.